Bir cavan oğlan evində yoldaşı ilə oturub çay içirdi. Çayı içib qurtardıktan sonra yoldaşı dedi ki, mən bardaqları götürüm aparım. Ona qayıtdı dedi ki, sən niyə aparırsan ki? Xidmətçini çağır, qoy aparsın. Deyir, xidmətçi yemək pişirir. Onu mən apararam. Dedi, yox, mən ona pul ödəyirəm. O bunun üçün pul alır. Çağır xidmətçini, qoy gəlib aparsın. Və xidmətçini çağırdı. Xidmətçi gəldi. Buyur əfəndim. Dedi, bardaqları götür apar günən. Xidmətçi heç bir söz demədən bardaqları götürüb apardı. Oğlan dedi, mən işə getməliyəm. Ona görə qalxıb ayağa getdi. İşə hazırlanarkən yediyi qabları götürmək üçün yoldaşı ayağa durdu. Dedi, dayan. Qabları sən niyə götürürsən? Dedi, xidmətçi xörək yapır da, işi çətindir. Dedi, nə olsun, çağır gəlsin, qoy qabları götürsün. Və xidmətçini çağırdı, dedi, bu qabları götür apar yine. Xidmətçi qabları götürüb, yığışdırıb apardı və çantamı gətir oradan və onun çantasını da gətirib ona verdi. Oğlan hazırlandı, dedi, işə gecikirəm. Dedi, ayaqqabılarını aparıb bayırda geysən yaxşı olar. Dedi, niyə? Dedi, xidmətçi otağı yeri təmizləyir, yeri bulamacına. Dedi, bu onun borcudur və heç bir söz demədən ayaqqabını yeri çirkləndirə çıxıb getdi. Xidmətçi onun çirkli ayaq izlərini yenidən təmizləməyə başladı. Bir gün yenə yatağında dincələrkən yoldaşı ona dedi, istəyirsən sən üçün çay gətirim. Dedi, sən niyə gətirirsən ki? Çağır xidmətçini, qoy o çay gətirsin. Dedi, gecə yarısıdır, indi o yatıb dincəlir, yorulub. Dedi, heç nə olmaz, mən indi onu çağıraram, çay hazırlayıb gətirər. Gedib xidmətçini oyatdı, dedi, 2 bardaq çay hazırla, gətir bizə. Xidmətçi ayağa qalxıb 2 bardaq çay hazırladı, gətirib onlara verdi. Dedi, qoy bura get ki. Xidmətçi çayı ora qoyub getdi. Elə bu zaman oğlanın telefonu zəng çaldı. Dedi, patronumdur, zəng edir. Patronu ona dedi ki, sabahları işə tez gəlməlisən. Dedi, axı mənim sabahları istirahət günümdür. Dedi, sənin istirahət günün təxirə salınır. İşlərimiz çoxdur. Ona görə sabah 1 saat da tez işə gəlməlisən. Dedi, axı mənim istirahət günümdür. Dedi, istirahət günün olsun da. Və evet deyib telefonu yerə qoydu. Bütün əhval-ruhiyyəsi dəyişdi. Bunun əhval-ruhunu görən yoldaşı dedi ki, nədir? Dedi, patronum sabah məni işə çağırır. Dedi, çağırır getdi. Dedi, axı mənim istirahət günümdür. Dedi, nə olsun sənin istirahət günündür? O sənə pul verir. Sən işlərini görməlisən. Dedim, mən onun əmlakı deyiləm. Mən insanam, makina deyirəm, mən istirahət etməliyəm. Dedi, bəs bizim xidmətçi də insandır da, o da makina deyir ki, dedi, səni anlamadım. Dedi, dərindən düşsən, ona qarşı düşünsən, öz hərəkətlərini, ona qarşı necə davrandığını başa düşərsən. Deyib, yatağına uzandı. Oğlan fikirləşdi və onunla necə davrandığını dərk etməyə çalışdı. Səhəri günü yenə işə gedmək istəyərkən çaylarını içdikdən sonra yoldaşı dedi ki, mən bardaqları götürüm aparım. O dedi, yox, özü çay bardaqlarını götürüb aparıb yerinə qoydu və hazırlaşıb işə getmək üçün bunun zaman yoldaşı çantasını gətirib ona verdi. Oğlan ayaqqabısını götürüb bayıra doğru getdi. Yoldaşı onun bu hərəkətlərini görüb gülümsəməyə başladı və gəlib bayırda ayaqqabısını geyib işə getdi. Bunları görən xidmətçi qadın sevinməyə başladı ki, şükürlər olsun ki, artıq ev sahibi mənimlə yaxşı davranmağa başlayıb.